Salamlar hər birinizə, dəyərli izləyicilər. Bu günləri biz MetaTrader 5 haqqında danışacağıq. MetaTrader 5 necə istifadə edilir, Position Sizer MetaTrader 5-ə necə əlavə edilir, onun haqqında danışacağıq. Bu trading sahəsi ilə bağlı məlumatlısınızsa və bu sahədəsinizsə, yəqin ki MetaTrader 5 haqqında dəfələrlə eşitmisiniz və ya istifadə edirsiniz. MetaTrader 5 bəziləri broker falan adlandırırlar. Yox, MetaTrader 5 özü bir terminaldır. Müştəri ilə, yəni traderla broker arasında əlaqəni tənzimləyir və daha funksional olduğuna görə əksər traderlar MetaTrader 5-dən və ya MetaTrader 4-dən istifadə edirlər. Videonun açıqlama qismində mən MetaTrader 5 yüklənməsi üçün linki və Position Sizer yüklənməsi üçün linki əlavə edəcəm. Siz oradan girib rahatlıqla bu proqramları yükləyə bilərsiniz. Deməli, ilk öncə biz MetaTrader 5-i yükləyirik. Download MetaTrader 5 for Windows. Yəni mən Windows istifadə etdiyimə görə Windows-u yükləyəcəm. Əgər sizdə MacBook, Linux istifadə edirsinizsə, onlardan hər hansı birini yükləyə bilərsiniz. Hamı, yəni öz kompüterinə, bilgisayarına uyğun olanını yükləsin zəhmət olmasa. Download deyirik. Bir dəfə bu üzərinə klikləyirik Windows üçün yükləyirik. Məndə artıq yüklü olduğuna görə belə deyim sizə, gəlib buradan MetaTrader 5 setup'ın üzərinə 2 dəfə klikləyirik. Yüklənəndən sonra təbii ki. Kliklədiyi səhifə açıldı. Normal proqramları necə kompüterimizə yükləyirsə, bu da eyni qaydadır. Hər hansı bir başqa bir şey yoxdur. Bunu edəndən sonra gəlirik biz MetaTrader 5-ə daxil oluruq. MetaTrader 5-ə daxil olduq. Önümüzdə belə bir səhifə açılır, önümüzdə belə bir qrafik açılır. Funksionallığından danışmaq istəyirəm MetaTrader 5-in. TradingView'də istifadə etdiyimiz alətlərin əksəriyyəti burada var. Fibonacci olsun, trend xətti olsun, kanal çəkmək olsun və ya başqa bir alətlərimizdə biz buradan indikatorlarımızda əlavə eləyə bilirik. Bilmirəm, siz üçün nə qədər uyğun olar, baxır istifadə etdiyiniz strategiyaya. Mən həmişə dərslərimdə də, tələbələrimə də bu MetaTrader 5-i məsləhət görürəm və daha funksionaldır, daha rahatdır. Traderlə məşğulsunuzsa, mən sizə də bu məsləhət görərəm ki, MetaTrader 5-dən istifadə edəsiniz. İndi mən keçəcəm işin əsas hissəsinə. MetaTrader 5-ə necə biz account əlavə edirik. Sol tərəf yuxarıda file hissəsi var. Failin üzərinə bir dəfə kliklədik. Burada var Open an Account. İndi dili fərqli olanlar burada plus işarəsidir. Burada üzərinə hansı brokerdən istifadə edirsinizsə, məsəl üçün Eknes istifadə edirsiniz, XM istifadə edirsiniz, Duprime istifadə edirsiniz və ya fon hesablardan Fundnextdir, FundingPipsdir, hər hansı FTModo, hər hansı birini istifadə edirsinizsə, gəlib buradan axtarış hissəsinə yazırsınız həmin istifadə etdiyiniz brokerin adını. Bu burada avtomatik çıxır. Bu burada çıxandan sonra siz öz istifadə etdiyiniz broker saytında MetaTrader üçün verdiyi ID nömrəsi və şifrə var. Gəlib onu yazırsınız buradan. Tutaq ki, FTMO üzərindən gedək. Next deyirik. FTMO sizə ki, tutaq ki, bir login və ya parol verib. Gəlirsiniz, həmin login parolu bura qeyd edirsiniz. Tutaq ki, yazdıq bunu. Password deyirik, yazdıq. İndi burada atıram. Serveri seçirsiniz. Hansı server veribsə onu seçirsiniz. Bu bütün brokerlərdə belədir. Fərqsizin. Yerli brokerlərdə də, xarici brokerlərdə də gəlib yazıb buradan axtarışı verib, rahatçılıqla seçib hesabınızı MetaTrader 5-ə əlavə edə bilirsiniz. Bunu əlavə elədiniz. İndi mən əlavə olunmuş versiyasını göstərəcəm sizə. Bunu əlavə eləyəndən sonra indi bazar günü olduğuna görə mən Forex pairləri üzərindən danışa bilməyəcəm. Bitcoin üzərindən bir də əməliyyat açıb bağlamağı ümumiyyətlə sizə göstərəcəm və ya burada analiz aparmaq istəyirsinizsə onu göstərəcəm sizə ki, nə formada olur. Biz indi hesab əlavə edilmiş, bir dənə demo hesab əlavə edilmiş MetaTrader üzərindən sizə göstərirəm. Deməli nədir? Tutaq ki, biz hər hansı bir pairdə əməliyyat açmaq istəyirik. Pairlərin adı burada simvol olaraq göstərilib.
istədiyimiz simvolu click to add deyərək, təbii ki, sizin brokerimizdə olan simvollardan yalnızca söhbət gedir. Buradan yazıb axtarış edib tapa bilərik. Tutaq ki, mən nə bilim, Bitcoin-də bir əməliyyat açmaq istəyirəm. Bitcoin-in dollara nisbətində. Bitcoin USD yazıram. Pairim əgər burada simvol hissəsində yoxdursa, avtomatik olaraq əlavə olunur. Və ya qızıl yoxdursa buradan simvol hissəsindən ən aşağı gəlib istədiyiniz pairi əlavə edə bilərsiniz. Sonra burada nələr var? Baxın, funksionallıqdan işınlar atmaq var, sonra trend xətti çəkməyə var. Bunu siz özünüz istifadə elədikcə daha rahat olacaq sizə. Mən buradan nə qədər göstərsəm, o siz üçün tam, belə deyək ki, başa düşülən olmayacaq. Ən yaxşısı sizin özünüzün dəfələrlə istifadə edib, artıq MetaTrader tam özünüzə uyğunlaşdırılır. Yəni, 5 dəfə, 6 dəfə istifadə eləsiniz, bu sizə kifayət edəcək. Hesab əlavə elədik və biz burada əməliyyat açmaq istəyirik. Əməliyyat açan zaman biz lotumuzu və pipimizi, stop lossumuzu, risk faizimizi deyirik ki, biz istəyirik ki, avtomatik versin. Biz girib hər hansı bir saytdan, hər hansı bir proqramdan istifadə edərək lot hesablamayaq, risk hesablamayaq, faiz hesablamayaq. Bu MetaTrader'ın üstünlüklərindən biri də odur ki, biz bura position sizer indikator deyək buna, indikatorunu əlavə edə bilirik. Bunun üçün nə edirik? Gəlirik position sizer'ı MetaTrader 5 üçün olanla yükləyirik. Yüklədik bunu. Avtomatik bizim yüklənənlər qisminə düşür. Bunu indi ekrana ataq ki, biz üçün daha rahat olsun. Atdıq ekranımıza papkadır. Sadə bir papkadır. Bu ekrana atandan sonra gəlirik sol tərəfdə, bayaqları hesab əlavə elədiyimiz hissədən. Fayl hissəsinə. Failin üzərinə bir dəfə klik elədik. Burada açılır, var burada Open Data Folder. Open Data Folder-ı klik eləyirik bir dəfə. Və MetaTrader daxilində olan fayllar açılır. Gəlirik buradan MQL5 olan hissəni seçirik. MQL5-i seçəndən sonra burada Expert hissəsi var. Gəlib onun üstünə bir dəfə klik edirik. Bunu elədik. Bura açıldı artıq bizdə. Bu fayl hissəsi burada açıldı bizdə. Gəlirik bu position sizer əlavə edirik bu fayl hissəsinə. Həmin papkalar olan hissəyə. Tutaq ki, götürdük bunu, atdıq bura. Mən daha əvvəl əlavə eləmişəm. Ona görə ola bilər ki, bunun içərisində bir xeyli var imiş. Bunları silək, biz təzədən əlavə edək. Bunu da silək. Elə ki, sıfırdan da elə sizin kimi mən də birinci dəfədə əlavə edirəm. Gəldi, bunu atdıq bura. Düşdü bura. Expert hissəsinə bu papkanın düşməyi bizə lazımdır. Başqa heç nə lazım deyil. Bu düşəndən sonra qaydırıq. Külək var. Çöldə əməli başda. Qaydırıq biz MetaTrader hissəsinə və buradan çıxış eləyib yenidən başladırıq. Bizdə normalda Expert Advisors hissəsindən görsənməli idi. İndi görsənmirsə, bunun başqa bir yöntəmi də var. Onu da sizə izah edeyim ki, sonra hər hansı bir kimdəsə çətinlik qalmasın. MQL5 Expert təzədən seçirik və Position Sizer daxilində olan fayllar var, hansı ki. Position Sizer daxilində olan fayllar var. Bir dəqiqə, biz bunu düzəltməmişik. Bunları silək. Yenidən gələk buradan Position Sizer'ımızı tapaq. Zip faylıdır. Zip faylının içərisindən bir dənə də fayl olmalıdır. Bir dənə də fayl var. Bunun içərisində olan faylı kopyaladık, Ctrl-C elədik. Açılan səhifə Expert hissəsinə gəldik, Ctrl-V elədik. Bu düşdü bura avtomatik. Gəlirik, qaydırıq MetaTrader 5-ə.
Expert Advice bir dənə refresh deyək. Görək buradan düşdü mü? Avtomatik olaraq düşür bizim Expert Advisors hissəmizə, hansı ki navigatorda yerləşir bu. Position Sizer üstünə 2 dəfə klik edirik yazılan hissədən. Buradan bir papaq işarəsi var. Gəldi. Biz buradan Allow Algo Trading hissəsini bir dənə mavi tek qoyuruq. Çünki onu qoymasaq bizə MetaTrader icazə verməyəcək ki, Position Sizer vasitəsilə əməliyyata daxil olaq. OK vurduq. Belə bir şey açıldı qarşımızda. Punkt açıldı. Və bu punkt nə üçündür? Bura daxil olduğumuz qiymətdir. Enter hissəsi. Stop loss'umuzdur, take profit'imizdir. Burada bizim balansımızdır. Riskə atdığımız məbləğdir. Mükafat və risk faizlərimizdir. Hansı ki arar. Tutaq ki, birin 1-ə ararda əməliyyata girirsiniz, birin 2-ə ararda əməliyyata girirsiniz. O avtomatik bizə göstərir ki, sən $100 riskə atanda $200 qazanacaqsan və $100 riskə atıb 109.000 Bitcoin-lə indi söhbət gedir. 109.000-ə stop loss qoymusansa, 1% riskə atırsansa və sənin girməlisən əməliyyata 0,10 lotuna. Bu sənə avtomatik verir. Sən burada başqa heç nə eləməyə ehtiyacın yoxdur. Biz bir dənə setup quraq və ya elə market əmrindən girək. Burada hər biri var. Məsələn, bu instant yazılan hissə market əmrindən daxil olmaqdır. Market əmrini yazdıq bura. Dedik ki, stop loss'umuzu qoyaq 108.000-ə. Take profit'imiz olsun $100.000. Yəni Bitcoin $100.000 düşməyin biz hədəfləyək. Burada avtomatik bizə risk reward çıxardır. Yəni $100 riskə atacağımız təqdirdə sell əməliyyatından söhbət gedir, yəni short. Bizim qazancımız $187 olacaq və position size-ımız, əməliyyat miqdarımız, ölçümüz 0,3 lot olacaq. Bunları yazdıq bura. Bunları yazandan sonra gəlirik trading hissəsindən. Trade-ə bir dəfə klikləyirik. OK deyirik, əməliyyatımız avtomatik açılır. Sağ tərəfdə yuxarıda yaşıl gördüyünüz hissə bizim stop loss'umuzu göstərir. Aşağı hissə isə narıncı rənglə işarətlənir. Bu bizim take profit'imizdir. Bunları istədiyimiz kimi dəyişə bilərik. 2 dəfə vururuq üstünə. Buradakını da 2 dəfə vururuq. Dəyişə bilirik. Yəni əməliyyat gedişatına uyğun olaraq siz bunu yuxarı qaldıra, aşağı çəkə bilərsiniz. Əməliyyatda bağlamaq istədiniz, gəldiniz buradan X-in üzərinə klikləyirsiniz. Yenə özünüz də istifadə eləyin. Çox funksionaldır, çox rahatdır. İstifadə elədikcə daha rahatlaşacaqsınızsa, hardasa 1-2 dəfə istifadədən sonra məntiqini tutasınız. Mən burada əsas hissələrini göstərdim ki, necə əlavə eləmək olur, nə eləmək olur. Burada instant var, pending var. Tutaq ki, biz setup qurmaq istəyirik. Deyirik ki, Bitcoin 106.000-ə gələndə sell əməliyyatı verir. Yazırıq bura daxil olduğumuz, yəni enter hissəsində $106.000. Stop loss'umuzu yazırıq $108.000. Take profit'imizdə deyirik ki, $103.000 gələndə mən take profit'imi verim. Bunu dediyi gəldi risk faizimiz. Balansımız $10.000-dırsa, 1% risk atırıqsa, riskimiz təbii ki, burada $100 olacaq. Avtomatik bunları yazdı. Bundan sonra gəlirik trading hissəsinə, trade deyirik, OK vururuq. Və qiymət ora gəlib çatanda avtomatik əməliyyata girəcək. Bu da bizim setup qurmaq işləmimizdir. Burada buy limit də var, sell limit də var. Onların hamısını rahatçılıqla istifadə edə bilərsiniz. Bu video çəkməkdə məqsədim o idi ki, vaxtında, belə deyək, biz bu sahəyə yeni başlayanda, hardasa 5 il bundan əvvəl, biz bunlardan həqiqətən məlumatsız idik. Ümumiyyətlə, məlumat bazası anlayışı bizim ölkədə çox az idi. Çünki trade, belə deyək, çox yayılmamışdı. Həm istər material olaraq, dərs materialları olaraq, həm belə proqramlar olaraq, indikatorlar olaraq yayılmamışdı və biz sahəyə yeni başlayanda lot hesablanması üçün avtomatik kalkulyatorlardan istifadə edirdik. O əməliyyata girəndə bəzən bizi yubadırdı.
İndi belə bir funksional şeylər olduğuna görə istəyirəm ki, o Azərbaycanda da bu adamların, yəni hamının məlumatı olsun ki, belə bir şeylər var və işinizi daha rahatlaşdırır. Mən həmişə tələbələrimə də dərslər yekunlaşanda, yəni artıq avtomatik olaraq işləmlərə başlayanda həmişə bunu məsləhət görürəm ki, heç bir vaxt itirməsinlər, əməliyyatlarında hər hansı bir yanlışlıq olmasın, əməliyyatlara dəqiq şəkildə risk idarə etməsini tənzimləyərək daxil olsunlar. Belə bir şey demək istəyərəm. Bizim hal-hazırda Trade Station adlı Telegram kanalımız fəaliyyət göstərir. Hansı ki, biz burada bir trade community qurmuşuq. Orada bizim həm tələbələrimiz, həm də bizim izləyicilərimiz bu qrupdadırlar. Canlı dərslərimiz olduqda, yeni məlumatlarımız olduqda bu qrupda paylaşılır. Bəzən əməliyyatlarımız, analizlərimiz paylaşılıb, müzakirə olunur. İstəyənlər profildəki linkdən keçid edib qrupla tanış ola bilərlər, qrupda qala bilərlər. Hələlik yoldaşlar, özünüzə yaxşı baxın. Ümid edirəm ki, sizlər üçün faydalı bir video oldu. Tradelərinizdə uğurlar. Çalışın, çox səhvlər eləməyin. Düzgün təlim alın. Düzgün risk money management qurun. Düzgün psixologiya ilə əməliyyatlara daxil olun. Ən əsası bunlardır. Yorulmayasınız, işlərinizdə uğurlar.